Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə belə bir maraqlı məsələnin həllinə baxaq. Həndəsə məsələsidir. Deməli, verilib üçbucaq ABC, bucaq A-nı verib 90 dərəcə, yəni verilən bu üçbucaq deməli necə üçbucaqdır? Düzbucaqlı üçbucaqdır. CA-nı verib 24, AY-ni verib 7, CD bərabərdir DB-yə. Deməli, bu məsələni həll etmək üçün deməli C və Y nöqtələrini birləşdirək. Bunu deməli qırmızı xətlə çəkirəm. Deməli C və Y nöqtələrini birləşdirəndə biz burada baxırıq ki, buradan alındı nə? Deməli üçbucaq CAY alındı. Deməli üçbucaq CAY-də CA və AY katetlərdir, CY hipotenuzdur. Burada CY bərabər olacaq neçəyə? CA-nın kvadratı, yəni 24-ün kvadratı üstə gəl. Deməli AY-nin kvadratı 7-nin kvadratı. Bu da bizə verir neçə? 24-ün kvadratı verir bizə 576, 7-nin kvadratı verir bizə 49. Bu da bizə verir neçə? Kök altında 625. 625-dən kök 25 çıxır. CY-nin qiyməti bərabər olur neçəyə? 25-ə. Gəlin burada qeyd edək. CY bərabər oldu 25. İndi növbəti mərhələdə deməli biz baxırıq ki, üçbucaq, gəlin bunu qırmızı deməli xətlə çəkək bu üçbucağı. Biz bu CYB üçbucağına baxanda biz burada fikir veririk ki, Y təpəsindən CB-yə çəkilən, deməli çəkilən hündürlük həm də CB-ni yarı bölüb. O deməli hansı üçbucaqda belə bir qayda var idi? Yəni hansı üçbucaqda, yəni təpədən çəkilən hündürlük qarşı tərəfi yarı bölürdü. Deməli bərabər yanlış üçbucaqdır. Deməli üçbucaq CYB nədir? Bərabər yanlı üçbucaqdır. Deməli bərabər yanlıdır. Deməli bərabər yanlı olanda burada deməli CY bərabər olur neçəyə? YB-yə. Deməli CY-nin qiyməti tapmışdıq biz 25-ə. CY YB-yə bərabərsə deməli bunların hər ikisi bərabər olur neçəyə? 25. Deməli YB-də neçə oldu? 25 oldu. İndi biz burada deməli böyük üçbucağa baxsaq, deməli biz burada neyi tapa bilərik? CB-ni tapa bilərik. CB bərabər olacaq neçəyə? Deməli CA-nın kvadratı üstə gəl AB-nin kvadratı. AB-nin kvadratı. Biz deməli AY 7, YB 25. Ümumi AB-nin qiyməti olur neçə? 25 üstə gəl 7, neçə olur? 32 olur. Deməli burada deməli 24-ün kvadratı üstə gəl neçə? Deməli 32-nin kvadratı. O da bizə verir ümumilikdə neçə? 1600. 1600. Deməli 1600-dən kök çıxır neçə? 40. Biz deməli ümumi CB-ni tapdıq neçə? 40. Bu da yarı bölündüyündən, bu da yarı bölündüyündən. Deməli buranın payına düşür 20, buranın payına düşür neçə? 20. Biz indi buradan bizdən bunu soruşur, yəni nədir? Y-dini soruşur. İndi biz bu bax bu rənglə rəngləyirəm bunu bura. Bu rənglə rənglədiyim bu, bax bu üçbucaq ki var. Buradan biz neyi tapa bilərik? Y-dini tapa bilərik. Deməli bizdə deməli CY-nin qiyməti var. Deməli üçbucaq CYD-də CY-nin qiyməti var 25. Nədir? YD-nin də qiymətin deməli CD-nin də qiymətini tapdıq neçə oldu? 20. Biz deməli 25-in kvadratından deməli 25-in kvadratından 20-nin kvadratını çıxsaq biz neyi tapa bilərik? Y-dini tapa bilərik. Bu da 625 çıxılsın 400. Bu da eləyir bizə neçə? 225. 225-dən çıxır neçə? 15. 225-dən çıxır 15.
Deməli biz nə dedik burada? SY'nin kvadratından çıxdı neçə? SD'nin kvadratının 625'dən də 400 çıxanda qaldı neçə? 225, 225'dən 200 çıxır neçə? 15. Deməli bizə lazım olan bu YD'ni neçə tapdıq? 15 tapmış olduq.